Region TV-nin nefrində vaxt region idmanındır. Yaxın yarım saat ərzində siz Azərbaycanın regionlarının idman həyatına baş verən ən son ilklərdən xəbər tutacaqsınız. Artıq gəzintisini yekunlaşdırıb. 1-ci Avropa oyunlarının məşəli önümüzdəki həftə daha 10 rayonda qarşılanacaq. Mayın 25-də Avropa oyunlarının məşəlinin qarşılanma mərasimi Oğuzda olub. Oyunların rəmzi qapısında Oğuz şəhərindəki 1 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Rəfiqə Babayeva məşəl qəbul edib. Avropa oyunlarının məşəlini növbə ilə bir-birini ötürən 10 məşəlçi prospekt boyunca 2,3 km məsafə qət edərək Olimpiya İdman kompleksinin stadionuna gətirib. Estafetin sonuncu iştirakçısı, idman ustası Araz Umarov səhnəyə qalxaraq Avropa oyunlarının məşəlini alovlandırdı. İlk Avropa oyunlarının alovu Oğuzda. Çox qürur hissi duyuruq, çox sağ olun, çox razıyıq tədbirin keçirilməsindən də Oğuzda təşkil olunmasından. Oğuzdan sonra 1-ci Avropa oyunlarının məşəli Şimal-Qərb bölgəsinin mərkəzi Şəkiyə gətirilib. Məşəli ilk qəbul edən Kanal S-in əməkdaşı Sədaqət Məmmədzadə olub. Daha sonra idmançılar məşəli bir-birini ötürərək şəhərin qədim küçələri ilə hərəkət edib. Yol boyu yüzlərlə sakin əlində 3 rəngli bayraqla idmançıların yürüyüşünü izləyib. Bundan əlavə, Şəkinin incəsənət kollektivləri musiqi sədaları altında yürüyüş iştirakçılarını müşahidə edib. İştirakçılar Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə ümumilikdə 2200 metr məsafə qət edib. Sonda məşəl şəhərin mərkəzi meydanına gətirilib. Burada Respublika dərəcəli hakim Rəvan Həmzəzadə səyahət çırağını alovlandırıb. İlk Avropa oyunlarının alovu bugün Şəkidə. Qürurverici tədbirin bir hissəsi olmaq məni çox sevindirir. Doğrudan çox sevincliyəm. Etimad göstərdilər və məni məşəlçi olaraq seçdilər. Möhtəşəm tədbirin şəkildə keçirilməsi daha qürur vericidir. Mən buradan çatdırmaq istəyirəm bütün idmançılarımıza ki, Allah onların köməkləri olsun, əziyyətləri heç vaxt itməsin və Azərbaycanın adı daima yüksəklərdə olsun. Daha sonra məşəl İsmayıl rayonuna gətirilib. Estafeti karate üzrə dünya və Avropa çempionu Qəhrəman Bayramov qəbul edib. Nizami küçəsi ilə başlayan yürüyüşün iştirakçıları Heydər Əliyev prospektindən keçərək şəhərin mərkəzi meydana doğru hərəkət edib. 2820 metr məsafəni əhatə edən estafetə burada yekun vurulub. Məşəl xüsusi hazırlanmış səhnəyə çıxarılıb. 5 qat dünya, 3 qat Avropa, 14 qat Respublika çempionu olan Kamil Qafarov səyahət çırağını alovlandırıb. Və beləliklə ilk Avropa oyunlarının alovu hal-hazırda İsmayıllıda. Həqiqətən də 1-ci Avropa oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanımız üçün qürurverici bir hadisədir və bu oyunların çərçivəsində tarixə düşməyimlə sevinirəm. Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan Bakı 2015-in ilk Avropa oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul edib. Sonra 15 nəfər idmançı 2,5 km məsafədə məşəli yürüyüşünü davam etdirib. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gətirilib. Möhtəşəm Alov festivalı Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı ilə Qəbələ sakinlərinin sevincini daha da artırıb. 1-ci Avropa oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli önümüzdəki həftə daha 10 rayonda qarşılanacaq. Bakı 2015 Əməliyyat Komitəsi Mingəçevirdə bilet satışı məntəqəsi açıb. Vətəndaşlar 1-ci Avropa oyunlarını, avərçəkmə yarışlarını izləmək üçün biletləri Mingəçevir Dövlət Dram Teatrının kassalarından ala bilərlər. Avərçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1-3, final üçün isə 1-5 manat arasında müəyyənləşdirilir. Yaşı 16-dan az olan yeniyetmələr və uşaqlar bütün idman yarışlarını biletsiz buraxılacaqlar. 1-ci Avropa oyunlarının avərçəkmə yarışları Mingəçevir şəhərində yerləşən Kür Olimpiya İdman Tədris Mərkəzində iyunun 14-dən 16-sına dək keçiriləcək. Avərçəkmə üzrə Azərbaycan Milli Komandasının üzvü Valentin Demyanenko Bakı 2015 Avropa oyunlarına hazırlaşır. O, Mingəçevir şəhərində məşq edir. 32 yaşlı avərçəkən qarşıdakı yarışda güclü rəqiblərlə mübarizə aparacağını bildirib. 4 qat dünya və Avropa çempionu olan Valentin Demyanenko hazırda əsas məqsədinin Bakı 2015 Avropa oyunlarının yüksək bir səviyyədə çıxış etməkdən ibarət olduğunu söyləyib. O, bu yarışda qızıl medal qazanacağına inanır.
Təbii ki, məşqlər gərgin keçir. Əgər sən gərgin məşq etmirsənsə, sənin yarışda nə işin var? Məşqlərimiz yorulana kimi çalışmağa və yenidən formaya düşməyə yönəlib. Hər gün məşq edirik, həftədə bir gün istirahət edirəm. Məşqlərim əsasən suda keçir. Gündə bir dəfə trenajör zalında oluram. Ştanq, gimnastik hərəkətlər, kros qaçışları, hovuz və s. Раз в день бываю в зале тренажерном, со штангой работаю. Birinci Avropa oyunlarına hazırlaşan boks üzrə milli komandamız Meksikada keçirdiyi təlim məşq toplantısına başa vurur. Mayın 24-nə kimi davam edən hazırlıq prosesində Mingəçevir boks məktəbinin yetirməsi Pərviz Bağırov da iştirak edib. O, Meksika komandasının üzvləri ilə 3 hazırlıq döyüşü keçirib. Dəri əlci ustası bu döyüşlərdən ikisini qalib gəlib, birini isə uduzub. Birinci Avropa oyunları başlayana dək Pərviz Bağırov hazırlıqlarını paytaxt Bakıda davam edəcək. 3 həftə təlim məşq toplanışı oldu. Orada yalnız fiziki təlim məşq toplanışı idi, yəni fiziki hazırlıq idi. Məşqlər çox çətin idi. Niyə? Çünki 3200 metr hündürlükdəydik dənizdən. Yəni biraz çətin gəlirdi bizə, amma sonra uyğunlaşdıq. Hazırıq, belə özümə inanıram. İnşallah Allah da kömək olacaq. Əlbəttə ki, ancaq yüksək pilləyə nail olacaq və hazırlaşırıq yalnız qızıl medal qazanmaq üçün. Xaçmazda 2015-ci il Bakı Avropa oyunlarına proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilən badminton turniri keçirilib. Yarışda 9 rayondan 50 idmançı mübarizə aparıb. Bakı 2015 birinci Avropa oyunlarının proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirləri çərçivəsində Xaçmaz rayonunda növbəti zona yarışına yekun vurulub. Xaçmaz Olimpiya İdman kompleksində keçirilən badminton üzrə məktəblilər arası zona yarışında Şimal regionu ilə yanaşı Abşeron, Qobustan və Sumqayıt şəhərinin komandaları iştirak edib. Turnirin açılış mərasimində Təhsil Nazirliyinin və İdman İctimaiyyətinin nümayəndələri çıxış edib. Ümumilikdə 9 komanda tərkibində 50 məktəbli birincilik uğrunda mübarizə aparır. Avropa oyunlarında olan hər bir idman növü, yəni 20 idman növü var. Hər idman növünə aid bu ümumiyyətlə məktəblərin arasında təbliğ eləmək üçün bu idman növlərini kütləvi şəkildə tədbirlər keçirilməsidir. Onun da Təhsil Nazirliyi tərəfindən keçirilir bu tədbir və biz şəxsən Təhsil Respublika İdman Mərkəzinin nümayəndəsi kimi bu gün burada iştirak edirəm. Gördüyünüz kimi idmançılar tam təminat var. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti badminton turniri paytaxtda baş tutacaq. Yarışın qalibləri Nazirlik tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Günay Qaraxanlı, Ələkbər Məmmədbəyov, Məhərrəm Bağırov, Xaçmaz. Şu və kickboksing idman növləri üzrə bir sıra yarışlarda qələbələr qazanan Səlyanlı məşqçi Rahil İskəndərov tələbələrinin növbəti Avropa və Dünya çempionatına hazırlayıb. O, Bakıda keçiriləcək birinci Avropa oyunlarını məşqlərinin ilk daşıyıcılarından olduğuna görə qürur hissi keçirir. Həftənin 3 günü Rahil İskəndərov uşu və kickboksing idman növləri üzrə tələbələri ilə gərgin məşq keçir. 41 yaşlı müəllim hələ 6-cı sinifdə oxuyanda əvvəlcə uşu idman növünə maraq göstərib və qardaşının köməkliyi ilə bu sahədə inamlı nəticələr qazanıb. Azərbaycan çempionatlarında iştirak edirdim. Birinci yerə çıxmışam dalbadal 2 dəfə. Evroviziya çempionatlığında Batumida keçən ilk çempionatda 3-cü yerə çıxmış. O vaxtı Shaolin bir qaydası vardı. Məşqçilər dairəvi sistem döyüş edirdik. Orada çempion olmuşam. Müsahibimiz sonradan isə kickboksinglə də məşğul olub və yüksək nailiyyətlər əldə edib. İştirak etdiyi yarışlarda kuboklar qazanıb, fəxri fərmanlara, diplomlara layiq görülüb. Artıq 17 ildir ki, məşqçi kimi fəaliyyət göstərən Rahil İskəndərov özündən çox WOF deyilən bir döyüş idman növü var, o spor. Deməli, onların Avropa çempionatında çempion olub. Məşqçi deyir ki, idman karyerasında onun üçün ən yadda qalan an 1-ci Avropa oyunlarının Cəlilabaddan gətirilən məşəlini qəbul etməsi olub. Avropa oyunlarında məşəl daşımaq sevindirici hal idi və mən belə deyək də, o insanların alqışı, insanların belə deyək də, üzündəki təbəssüm, əhval-ruhiyyə çox xoş təsir bağışlayır. Rahil İskəndərovun bir neçə tələbəsi sentyabr-oktyabr aylarında kickboksing üzrə keçiriləcək Avropa və Dünya çempionatında iştirak edəcək. Elnur Ələkbərov, Vüqar Məlikov, Salyan.
İxtisarlı Yunan-Roma güləşçisi Rusiyada veteranlar arasında keçirilən beynəlxalq turnirin qalibi oldu. 58 yaşlı güləşçi bütün rəqiblərini üstün olaraq qızıl medal qazanıb. Rusiyanın Xarkov şəhərində Yunan-Roma güləşi üzrə veteranlar arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Azərbaycan bu turnirdə yalnız bir medal qazanıb. Qusardan olan veteran güləşçi beynəlxalq turnirdə 85 kq-da öz qüvvəsini sınayıb. 58 yaşlı idmançı bütün rəqiblərindən üstün olaraq kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Birinci görüşmədə Rusiya güləşçisi oldu. İkinci görüşdə Rusiya güləşçisi oldu. Onu da udub, mən finala çıxdım. Finalda Polşa güləşçisinə güləşdim. Onu da udum. Qızıl medalla, kubukla qayıtdım vətənə. Şəkərxan Alismanov beynəlxalq turnirin qalibi olduğuna görə Yunanistanda keçirilən dünya çempionatına vəsqə qazanıb. Qeyd edək ki, Şəkərxan Alismanov 7 dəfə dünya çempionatının iştirakçısı olub. 7 dəfə güləşmişəm birinciliyində. İkisində uduzmuşam. Birində çempion olmuşam, birində ikinci etmişəm. Üçündə də üçüncü yerine qayıtmışam, Azərbaycan bayrağını qaldırmışam. Hətta Finlandiyada dünya çempionu olub, Azərbaycan himnini də səsləndirmişəm. Finlandiyanın o canlı şeypurundan, milli şeypurundan Azərbaycan himnini səsləndirmişəm. Hazırda məşqlərini Qusarda davam etdirən güləşçi Afinada keçiriləcək dünya çempionatına hazırlaşır. Rahim Qafarlı, Ələkbər Məmmədbəyov, Məhərrəm Feyzullayev, Qusar. Paytaxtda kickboksing üzrə yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Quba komandası bu turnirdə 7 medal qazanmağı bacarıb. Sərhədçi Olimpiya İdman kompleksində kickboksing üzrə yeniyetmə və gənclər arasında keçirilən Respublika birinciliyinə yekun vurulub. Quba kickboks komandasından bu turnirdə 8 döyüşçü medallar uğrunda mübarizə aparıb. Yarışın keçirilməsində əsas məqsəd ölkədə kickboksun təbliği və inkişafına nail olmaqdır. İdmançılar biri gümüş, 6-sı birinci olmaqla ümumilikdə 7 medal qazanmağı bacarıb. Mən 71 kq çəki dərəcəsində bu yarışda iştirak elədim. 3 döyüş keçirdim, ikisini qalib gəldim. Üçüncüsünə məğlub olaraq ikinci yerə layiq yox. Həmçinin Respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim məşq prosesini təkmilləşdirmək və fərqlənən idmançıları yığma komandalara cəlb etməkdir. Turnirdə yaxşı nəticələr göstərən idmançılara medal və diplomla yanaşı qiymətli hədiyyələr də verilib. Rahim Qafarlı, Ələkbər Məmmədbəyov, Məhərrəm Feyzullayev, Quba. Qazax Olimpiya İdman kompleksində boks üzrə məktəblilər arasında yarış keçirilib. Birincilikdə tərtərdən olan dəri əlcək ustaları da iştirak ediblər. Yarışa 3 boksçu ilə qatılan Tərtər boks məktəbinin yeniyetmələrində hər iki mükafatçılar arasında yer alıb. 34 kq çəki dərəcəsində Sənan Əhmədov və 62 kq-da Murad Allahverdiyev bütün rəqiblərini qalib gələrək fəxri kürsünün ilk pilləsinə qərar tutublar. 46 kq çəki dərəcəsində isə Tural Qədimov yarışı bürünc medalla başa vurub. Murad Allahverdiyev və Elşən Cəbzadə boks üzrə Azərbaycan Milli Komandasının heyətinə cəlb olunub. Onlar iyul ayında Rusiyada təşkil olunacaq Avropa çempionatında iştirak edəcəklər. İyun ayının 3-də Göygöl rayonunda keçiriləcək Karate üzrə Azərbaycan çempionatında Bərdədən olan idmançılar da iştirak edəcəklər. Yarış uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında olacaq. Turnirin təşkilində əsas məqsəd noyabr ayında Danimarkada keçiriləcək dünya çempionatına qatılacaq Azərbaycan Milli Komandasının heyətinə müəyyənləşdirməkdir. Əsas məqsədləri beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək olduğundan bu yarış bərdəlilər üçün xüsusi əhəmiyyət daşıyır. İdmançılar may ayının əvvəllərindən etibarən təlim məşqlərinə başlayıblar. Təlim məşqləri hazırlıq planına uyğun olaraq həm fiziki, həm də taktiki skem üzrə aparılır. Paytaxt Bakıda yeniyetmələr arasında keçirilən sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında astarlı sərbəst güləşçilər də mübarizəyə qoşulur. Ölkə birincisi olmaq uğruna yarışan idmançılar baş məşqçi Məhərrəm Ağayevin rəhbərliyi ilə rayonu təmsil edir. Çempionatın son günü döşək üzərinə çıxan komandanın idmançıları ölkə miqyaslı yarışda bir gümüş medalından qayıdıblar. Bu da 85 kq-da güləşən və finalda məğlub olan Xalid Əlizadəni aktivinə yazılır. Digər güləşçilər isə yarışı medalsız başa vurur. Qeyd edək ki, 7 çəki dərəcəsi üzrə 157 güləşçinin mübarizə apardığı çempionatda astarlığını
5 idmançı təmsil edir. Yarışın keçirilməsində məqsəd isə ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaqdır. Bundan başqa müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutan idmançıları yığma komandalara cəlb etməkdir. Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2014-2015 mövsümündən yekun vurulub. Gəncənin Kəpəz klubu cari mövsümünün 30-cu turu çərçivəsində son qarşılaşmasına çıxıb. Səfərdə Göyəzənin qonağı olan Vidadi Rizayevin yetirmələri rəqibinin 3 cavabsız qolla məğlub edib. Qazaq təmsilçisi ilk hissədə 11 metrlik cərimə zərbəsindən hesabı açmaq şansı əldə etsə də, ev sahiblərinin futbolçusu imkanı boşa verib. Əvəzində 63-cü dəqiqədə Gəncəlilər Arzuma Nəsibovla hesabı açıblar. 76-cı dəqiqədə fərq 2 topa yüksəlib. Bu dəfə Ziyabil Məmmədov komandasının üstünlüyünü artırıb. Görüşdə son dəqiq zərbənin müəllifi də Məmmədov olub. 80-ci dəqiqədə dubl edən gənc hücumçu Kəpəzə 3-0 hesablı qələbə qazandırıb. Göyəzən komandası 11 metrdən qaçırdıqdan sonra oyunun gedişatı da dəyişdi. Yəni o penal vurulsaydı, 11 metrik cərimə zərbəsi vurulsaydı bilmək olmazdı oyunun taleyi necə qutaracaq. Onun belə buna baxmayaraq son oyun oldu, qalibiyyətlə çempionat tamamladıq, buna görə də sevinirik. Azərbaycanın 1-ci divizionunda sonuncu 30-cu tur çərçivəsində Rəvan və Şahdağ komandası üz-üzə gəlib. Oyun paytaxtda Bayıl Arena stadionunda keçirilib. Görüşdə erkən qol qeydə alınıb. Ev sahibləri 3-cü dəqiqədə hesabı açıb. Əli Bağırovun vurduğu qol oyunda yeganə qol olub. İkinci hissə qarşılıqlı hücumlarla başlayıb, lakin qapılara qol vurulmayıb. Qarşılaşma 1-0 Rəvanın qələbəsi ilə başa çatıb. Bununla da Qusal təmsilçiləri cari çempionata 47 xalla 7-ci pillədə yekun vurub. Ölkəmizdə uşaq futbolunun inkişafı və futbolun kütləviyinin təmin olması məqsədi ilə AFFA tərəfindən ayrı-ayrı yaş qrupları üzrə müxtəlif səviyyədə yarışlar keçirilir. Məktəbli kuboku da belə turnirlərdən biridir. İlkin mərhələdə şəhər və zonalar üzrə keçirilən yarışlarda fərqlənən komandalar final turnirində iştirak edir. Bakıda keçirilən həlledici mərhələnin son oyununda isə Gəncə komandası ilə Kürdəmir təmsilçiləri qarşılaşıb. Görüş Gəncəlilərin 5-1 hesablı qələbəsi ilə yekunlaşıb. Final qarşılaşmasında sonra mükafatlandırma mərasimi keçirilib. Turnirin final mərhələsinin ən məhsuldar oyuncusu 8 qolla Gəncə komandasının Ümid Səmədov olub. Ən yaxşı oyunçu isə onun komanda yoldaşı Cahangir Babayev seçilib. Neftçinin ardından daha bir futbol klubumuzda müşahidə şurası yaradılıb. Söhbət Premyer Liqada oynamaq hüququnu qazanan Kəpəzdən gedir. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən yaradılan yeni şuranın ilk iclası da keçirilib. Yığıncaqda müşahidə şurasının tərkibi də təsdiqlənib. Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyinin sədri Elmir Vəliyev qurumun sədri seçilib. Vəliyevlə yanaşı şuranın tərkibində 600 bir yer alıb. Onların arasında iş adamı, millət vəkili, futbol veteranı, AFFA rəsmisi və məmur da var. Şuranın iclasında kluba son 2 ildə prezidentlik etmiş Mehman Allahverdiyev icraçı direktor vəzifəsinə təyin olunub. AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin isə baş məşqçi postuna təyinatı təsdiqlənib. Məlum olduğu kimi AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən klublarda müşahidə şurasının yaradılması ilə bağlı artıq işlər gedir və bildiyiniz kimi artıq Neftçi klubunda müşahidə şurası yaradılmışdır ki, ikinci bir klubdur ki, Kəpəz Peşkar Futbol klubunda müşahidə şurası yaradıldı bugün və müşahidə şurasının tərkibi ilə də bağlı məlumat verim ki, AFFA-nın İcraiyyə Komitəsinin tövsiyəsinə əsasən müşahidə şurasında təmsil olunan şəxslərin də konkret göstərilib, hansı nümayəndələr təmsil oluna bilər. Lənkəranda 28 may Respublika gününə həsr edilən ümumi təhsil məktəblərinin şahmat növü üzrə tempo turnirinə start verilib. Yarışda zəka sahibləri hər birində 25 nəfər olmaqla 2 qrupda mübarizə aparır.
Lənkəran şəhər şahmat məktəbində keçirilən turnirdə əvvəlcə yarışın qaydaları haqqında iştirakçılara məlumat verildi. Sonra rayon birinciliyi start götürdü. Turnirdə zəka sahibləri hər birində 25 nəfər olmaqla 2 qrupda mübarizə aparır. Birinci qrupda idmançılar sürətli şahmat növü üzrə yarışır. Burada qaliblər 7 turdan sonra müəyyən olunacaq. İkinci qrupda isə məktəblilər dairəvi sistemlə dərəcə yarışında nəyə qadir olduqlarını nümayiş etdirirlər. Qaliblərin adına isə 9 turdan sonra aydınlıq gələcək. Yarışın əsas məqsədi uşaqlar arasında vətənpərvərlik ruhunu təbliğ eləməkdir, həm də uşaqların saatla oynamaq qabiliyyətini yüksəltmək və şahmata məhəbbətini daha da gücləndirmək üçün keçirilir yarışı. Yarışda birinci, ikinci və üçüncü yeri tutmuş şahmatçılara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunacaq. Məhəmməd Rzayev, Nural Əşbərov, İmran İqbaloğlu, Lənkəran. İndi isə ölkəmizin regionlarında baş verən digər maraqlı idman yarışlarından bəhs edən süjetləri təqdim edirik. Şəkidə Shotokan Karate-Do üzrə şəhər birinciliyi keçirilib. Turnirdə müxtəlif yaş qruplarında 50-dən çox idmançı iştirak edib. Bu yarışı keçirməkdə əsas məqsəd karatenin Shotokan növünü təbliğ etməkdən ibarətdir. Həmçinin Bakıda keçiriləcək 1-ci Avropa oyunlarının proqramına daxil edilən idman növlərinin regionlarda inkişafına nail olmaqdır. Maya Nosbilov, Bakıda 24-cü Respublika çempionatı keçirilən bu yarışda həmən uşaqları seçib, həmən yarışa aparmaq niyyətimiz var. Çünki burada həmən uşaqlar birbaşa Azərbaycan çempionatında iştirak eləməsin. Kiçik yaş qruplardır, uşaqlar üzrə yarış keçirilir 13, 14, 15 yaşa qədər. Sonda yarışın qaliblərinə diplom və medallar verilib. İlqar Eşəroğlu, Tural Məmmədov, Samir Rəsulov, Şəki. Şəki şəhər Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə baş tutan yarışın finalı gərgin mübarizə şəraitində keçib. Birinci hissə 1-0 hesabı ilə Daşüz komandasının xeyrinə yekunlaşıb. İkinci hissədə Qoxmuq kənd orta məktəbinin komandasının hesabı bərabərləşdirmə səyləri nəticə verməyib. Əvəzində Daşüz komandası daha 2 top vuraraq rəqibini 3-0 hesabı ilə məğlub etməyi bacarıb. Mən 2 gol, o biri dostum 1 gol atdı. Rəqib komanda çox güclü idi, onu yaxşı keçdi. Mən də bu oyunda iştirak edən bütün komandaları təbrik edirəm. İnşallah gələcək oyunlarda qalib olarlar. Oyundan sonra hər iki komandaya diplom və müxtəlif hədiyyələr təqdim edilib. Çox gərgin keçən yarışlarda perspektivli idmançıları da biz təyin elədik və bu idmançılar da bilirəm ki, gələcəkdə şəhərimizin yığma komandasının tərkibində şəhərimizi digər respublika səviyyəli yarışlarda təmsil edəcəklər. Qeyd edək ki, məktəblər arasında Şəki birinciliyinə mayın 6-sında start verilib. Yarışda ümumilikdə 14 komanda 3 qrupda mübarizə aparıb. Turnirdə şəhərin 9 komandası ilə yanaşı 5 kənd orta məktəbin komandası da iştirak edib. Pərvanə Mustafayev, Orxan Həmidzadə, Ramin Zamanov, Şəki. Region idman verilişində sizə təqdim edəcəyimiz idman yarışları və turnirlər barədə bu qədər. Sağ olun.